Əməkdar artist Vahid Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib. News 24 az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib. O, bu gün axşam saatlarında vəfat edib. Qeyd edək ki, Vahid Əliyev 1952-ci ildə Tovuz şəhərində anadan olub. 1974-cü ildə Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 2011-ci ildə əməkdar artist fəxri adına 2017, 2018-ci və 2019-cu illərdə isə prezident mükafatına layiq görülüb. Allah rəhmət eləsin.